Eyni köklü sözlər. Söz yaradıcılığının həm ən əsas mövzusu deyərdim, həm də ən çətin başa düşülüb qavranılan mövzusu deyərdim ki, testdə OTK-da falan da düşür. Amma çox rahat və çox primitivdir. Sadəcə bir dənə orada məntiq var, onu tutmaq lazımdır. Onu tutdun, möhkəm tutdun və salam. Adil Yaman telinlə oynayırsan. Allah xeyir eləsin. Torbada bulldog var deyən. Eyni köklü sözlər nədir? Adından göründüyü kimi. Eyni bir kökdən yaranan. Bunu biz hamımız bilirik. Eyni kökdürsə, məsəl üçün deyək ki, gül sözünün gülçü də gül sözündən yaranıb, güldürmək feili də gül sözündən yaranıb. Və bu nətər eyni köklü olacaq? Deməli, eyni köklü sözlərin kökündəki sözlər bir-biri ilə amonim olmamalıdır. Yəni, gülçü sözünün eyni köklü ola biləcəyi söz başqa bir gül sözündən yaranmış düzəltmə sözü olmalıdır. Deməli, eyni köklü sözlər mütləq şəkildə eyni mənadan yaranacaq və yalnız necə olacaq? Düzəltmə olacaq. Burada baxırıq. Məsəl üçün, gülçü sözünlə güllər sözü qarşımıza çıxa bilər. Gülçünün mənası dəyişdi, kökü oldu gül ismi. Güllərdə də kök oldu gül ismi. Burada da isimdir. Amma bunun mənası dəyişmədiyi üçün bunlar bir-birindən eyni köklü ola bilməyəcəklər. Həmçinin eyni mənadan yaranacaq deyəndə bunun kökü gülçü, şəkilçiyə baxırıq ki, bu isimdən düzəldir. Güldürmək feilində isə baxırıq ki, dır şəkilçi yalnız feildən feil düzəldən şəkilçidir və bunun kökü feil olmuş oldu. Ona görə bunlar da bir-birindən eyni köklü ola bilməyəcək uşaqlar. Başa düşdünüz, eyni köklü olması üçün nə lazımdır bizə? Eyni məna lazımdır ki, kökləri amonim olmasın. İndi burada bir neçə dənə söz yaza bilərik. Məsəl üçün, yaz sözü, yaz. Yaz amonim olduğu üçün, baxaq görək bunlardan hansı isimlərdən, hansı feillərdən yaranmış olacaq. Deyək ki, yazlıq sözü var, yazı sözü, yazdakı, yazıcı və s. Baxaq, yazılıq kökünə baxırıq ki, lıq şəkilci adlardan ad düzəldir. Demək ki, bunun kökü isimdir, yaz, fəsil. Yazmaq feilindən yazı düzəlir. Bunun kökü demək ki, nədir? Feil. Yazdakı, dakidəki adlardan nə düzəldir? Sifət düzəldir. Bunun kökü demək ki, isimdir. Yazıcı sözünə bayaq baxdıq ki, yazmaq feilinə yazı ismi yaranır. Ondan da yazıcı ismi yaranırsa, bunun da kökü nədir? Feildir. Deməli, baxın, bununla bu eyni köklü oldu. Bununla da yazdakı eyni köklü oldu. Amma 4 də bir-birindən eyni köklü ola bilməz. Niyə görə? Çünki birinin kökü isimdir, birinin kökü feildir. Bunlar eyni köklü ola bilmirlər. Sonra keçirik nəyə? Başqa bir söz yazaq. Baxın, ən çox qarşımıza çıxan sözlərdən biri. Sıx sözündən yarananlar. Sıx. Nə var burada? Baxırıq. Sıxlıq. Sıxıcı. Sıxlaşmaq. Sıxıntı. Sıxdırmaq deyək. Baxaq. Şəkilçilər burada bizim üçün çox önəm daşıyır uşaqlar. Eyni köklü sözləri tapmaqda. Çünki bəzən məna olaraq, məsəl üçün düz sözü də var. Məna olaraq biz məntiqi cəhətdən yanaşanda hamısını həm sifətlərdən düzəldə bilərik, hamısını feillərdən düzəldə bilərik. Amma burada bizim şəkilçi köməyimizə çatacaq. Baxırıq ki, lıq şəkilçi yalnız adlardan ad düzəldə bilir. Demək ki, bunun kökü sifətdir. Icı şəkilçi feillərdən ad düzəldir. Demək ki, bunun kökü feildir. Laş şəkilçi, la, lan, laş adlardan feil düzəldir. Demək ki, bunun kökü sifətdir, addır. Intı şəkilçisi və tı şəkilçisi feillərdən isim və ya sifət düzəldir deyək ki, bunun kökü demək ki, feildir. Dır şəkilçisi də bayaq dedik ki, yalnız feillərdən feil düzəldir. Hansılar oldu? 1, 2, 3, 4, 5 deyəsi olsaq, 2, 4 və 5 bir-birindən eyni köklüdür. 1 ilə də 3 bir-birindən eyni köklüdür. Başa düşdünüz? Düz sözünə baxırıq. Məsəl üçün, düzlənmək, düzülmək, düzdürmək, düzlük, düzdəki. İndi baxaq. Lan şəkilçisi
adlardan feil düzəldirdi. Demək ki, bunun kökü sifətdir. Düzlən əskərlərdə deyirlər daha çox. Düzülmək, ıl şəkilçisi, ın şəkilçisi feildən feil düzəldir. Demək ki, bunun kökü feildir. Düzdürmək, dır şəkilçisi bayaqki kimi yenə çıxdı qabağımıza. Demək ki, ancaq bunun kökü feildir. Düzlük, lıq şəkilçisi adlardan ad düzəldir. Bunun kökü sifətdir. Düzdəki isə daha çox nə kimi meydana çıxa bilər uşaqlar? Düz bilirsiniz, səhra kimi meydana çıxır. Düzdəki daha çox olacaq nə? Düz ismindən yaranan söz. Deməli, bunun kökü isim olduğu üçün onların heç birindən eyni köklü olmayacaq. Düzdür? Sifətlə yarananlar 1 və 4 bir-birindən eyni köklü olacaq. Çünki hər ikisinin kökü sifətdir. Düzülməklə düzdürmək də nədir? Hər ikisi feildən yarandığı üçün bunların da ikisi bir-birindən eyni köklü olacaq. Anladıq mı? İndi başqa ağlınızda olan, sizə çətin gələn söz varsa, deyin onlara şəkil çatıraq. Meydana gətirək. Aha. Düzgün. Şəkilçiyə baxırıq.Ğın, gin, ğun, gün. Nədir? Feillərdən sifət düzəldən şəkilçi. Demək ki, bunun kökü feildir. O birislərinin eyni köklü olacaq. Üz sözünə baxaq. Üz. Nə olacaq? Üzdəki. Üzlük. Düzdür. Üzsüz. Üzlü. Bunların hamısı desəm eyni köklüdür. Düz mü olacaq? Niyə? Miranə. Üz isimdir ki. Ha? Üz isimdir. Biz əsas, baxın, eyni köklü sözlər amonim kimidir. Həm eyni, həm müxtəlif nitqsələrinə aid ola bilirlər. Baxın, üzdəki yarandı, sifət oldu. Üzlük isim oldu. Üssüz təzdən sifət oldu. Üzlü təzdən sifət oldu. Amma bunun hamısının kökündə üz ismi dayanır. Üzü olana üzlü, üzü olmayana üssüz, üzdə hər hansısa bir şey baş verirsə üzdəki və yaxud da üzə çəkilənə də nə deyirik? Üzlük deyirik. Baxın, buradakı üz ismindən yarandı və hamısı nə oldu? Eyni köklü söz oldu. Başa düşdünüz? Sonra ev sözü var. Ev. Evdən yaranan evli, evlənmək testdə qarşınıza çıxacaq. Evsiz, evdəki sözləri. Dördü də bir-birindən eyni köklüdür. Bir şey qeyd edirik ki, mürəkkəb sözlər, bunu bir yerə qeyd edə bilərsiniz uşaqlar. Mürəkkəb sözlər eyni köklü sözlərin sırasında iştirak edə bilməz. Mürəkkəb sözlər eyni köklü sözlərin sırasında iştirak edə bilməz. Oldu mu? Oldu mu Ayda? Bir də bir şey dedik ki, eyni köklü sözlərdə qrammatik şəkilçi iştirak etmir. Amma necə etmir? Qrammatik şəkilçi nə zaman iştirak edə bilər? İstəyir şəkilçidən əvvəl, istəyir şəkilçidən sonra fərqi yoxdur. Əsas odur ki, sözün mənası dəyişsin. Bax, burada evdəki sözünü hətta belə də eləyə bilərdik. Evimdəki, evimizdəki. Baxın, sözün kökü evdir. Qrammatik şəkilçi gəldi. Gəlsin, əsas odur ki, sözün mənası dəyişdi. Sözün başlanğıc forması dəyişdi. Başlanğıc forma dəyişirsə, nə qədər qrammatik şəkilçi artırırsan, artır. Məsəl üçün, evsizlər artıra bilərsən. Əsas başlanğıc forma dəyişib, bu söz eyni köklü sözlər sırasına giribsə, 15 dənə də istəyirsən, qrammatik şəkilçi artıra bilərsən. Başa düşdünüz? Sonra, var mı ağlınızda başqa söz? Bəs, üzüntü sözündən üzgüçü sözü eyni köklü ola bilərmi? Niyə? Kökündəki hər ikisi üzmək feil daxı. Üzmək, o da üzmək. Bu, üzmək, sivim ondan yaranır. Bu isə, üzmək bilirsiniz hansı mənadadır? Meyvəni ağaçdan üzdüm. Kiminsə qəlbinə dəydim, qəlbini üzdüm ki, onda üzüntü yarandı. Bunlar əlbəttə ki, tamamilə fərqli-fərqli sözlərdir. Ona görə eyni köklü olmayacaq. Bəzən baxırlar ki, burada ikisində kökü feildə eyni köklü götürürlər. Amma bunlara da diqqət eləmək lazımdır. Bəli.
Üzgü də. Sonra hansı sözlər var ki, bizim qarşımıza çıxıb çaşdıra bilər? Yol sözündən eyni köklü yaradın görək. Yolçu, yoldaş, yolsuz, sonra yoldakı, ay sağ ol. Sonra necə? Yolluq. Onlar əslində müəyyən qədər deyirlər də, yola çıxanda deyirlər, yolluq yeməyə bir şey götürək. Məsəl üçün o ola bilər. Amma yolmaq feilindən alınanlar əmələ gəlməyəcək təbii ki, bunların sırasında. İndi baxaq. Otarmaq, otlu, oturmaq və otdakı. Bunların sırasından hansını çıxardacağıq? Oturmaq. Niyə görə? Otla əlaqəsi yoxdur. Bir kök altındadır. Demək ki, onlardan eyni köklü olmayacaq. Otlamaq da ola bilər. Bəli. La ot ismindən feil yaradır. Ar neynir? Ot ismindən feil yaradır. Sifət yaradır. Ot ismindən yenə sifət yaradır. Yarandığı nitqisələri fərqli-fərqli ola bilərlər. Amma əsas odur ki, kökləri eyni söz, eyni mənadan qaynaqlansın. Otlaq da deyirik, fərqi yoxdur. Bəli, buradakı laq bütöv olacaq. Otlaq, yaylaq. Bəzi uşaqlar deyir, mən ladan niyə belə yaranmır ki? Bu da bu, bu da bu. Olmayacaq, yəni bəli. Bütöv şəkildə götürülmüş olacaq. Bu qədər. Var eyni köklü sözlərlə bağlı hər hansısa bir problem, hər hansısa bir soruşacağınız bir məsələ. Hə, Aytən? Anı. Yox. İnanıram ki, başa düşdünüz və testdə də artıq heç bir sıxıntı olmayacaq. Çünki sizin söz ehtiyatınız da geninə boluna daxil. Maşallah olsun. Belə. İndi